Əziz qohumlar, əziz balalarım, əziz nəvələrim, əziz məni istəyən insanlar. Mən bugün həyatda yoxum. Öz həyatım haqqında sizə danışmaq istəyirəm. Mən 1955-ci ildə Xızı rayonunun Əmizlər kəndində anadan olmuşam. Və elə olub ki, 1961-ci ildə valideynlərim Abşeron rayonunun Şurabad kəndinə köçüblər, məskən salıb. Mən orada 10 il orta məktəbi orada bitirmişəm. Sonra qutarandan sonra Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil olmuşam. Oranı bitirib mən 74-76-cı ildə Moskva ətrafı şəhərdə, Yegorovsk şəhərində 2 il hava hücumundan müdafiə hərbi hissəsində xidmət eləmişəm. Sonra oradan qayıdandan sonra 24 yaşında ailə qurmuşam. 3 evladım var, 2 oğlum, 1 qızım. Bakı şəhər telefon şəbəkəsində mühəndis kimi işləmişəm. Oradan sonra Qum adası var, neft sənayesinin Qum adası vardı. Onda az neft sayılırdı. Qum adasında mühəndis kimi çalışmışam 13 il. 13 ildən sonra orada ziyanlı iş olduğuna görə pensiya, yəni təqaüdə gedim. Mən təqaüdə çıxandan sonra ticarətlə məşğul olmağa başladım. Dünyanın ölkələrini gəzirdim. Məsələn, Yugoslaviya, Çexoslovakiya, Rumıniya, Bolqariya, Macaristan, Pakistan, Hindistan, Pribaltika ölkələri, yəni dünyanın bir 50-60 ölkəsini gəzmişəm. Oradan da harada gözəl görməli yerlər var, oraları ziyarət etmişəm. İraqın Kərbəla şəhərində İmam Hüseyni ziyarət etmişəm. Mən dünyanın ölkələrini gəzdikcə o özüm üçün elə qənaətə gəldim ki, insan həyatda həm savadlı olmalıdır, yəni oxumalıdır. Bütün balalara, nəvələrə, yaxın qohumlara, insanlara arzu edirəm ki, birinci növbədə təhsil alsınlar. Bu təhsilli insanlar daha xeyirxah olmalıdır, tərbiyəli olmalıdır, nümunəvi olmalıdır. Yəni, bütün insanlara onu arzu edirəm. Həm sağlam olsunlar, həm təhsilli olsunlar, savadlı olsunlar. Dünya ölümün dünyasıdır. Onsuz da bir gün dünyaya gələn bölümdə bu dünyadan köçməlidir. Mən istəmədim ki, evlatlarına biraz çətinlik, bunun qışı, mən bilmirəm ki, Allahın əmridir. Qışda da ola bilər, yayda da ola bilər. Qış vaxtı, yəni balalar əziyyət çəkməsin, öz qəbrimi də hazır elədim atamın, anamın yanında və baş daşımı da düzəltdirdim.